Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu dəqiqələrdə Bakı məhkəmə kompleksində davam edir və növbəti baxış iclasında iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar tədqiq olunur və ifadələr elan olunur. Qeyd edək ki, bundan əvvəlki iclaslarda bir qrup zərər çəkmiş məhkəməyə müraciət edərək prosesdə üzürlü səbəblərdən iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini, həmin ifadələrin də məhkəmədə elan olunmasını xahiş etmişdilər. Məhkəmədə tərəfləri dinləmiş və bundan sonra etiraz olmadığı üçün həmin ifadələrin elan olunmasına başlanılmışdı. Həmin zərər çəkənlərin böyük bir hissəsi 44 günlük vətən müharibəsi dövründə Azərbaycanın yaşayış məntəqələrinin hədəfə götürülməsi, iri çaplı silahlarla vurulması və raketlərin atılması nəticəsində zərər çəkən insanlardır. Zərər çəkmişlərin bir hissəsi isə Xocalı soyqırımı zamanı zərər çəkən insanlardır. Onlar ifadələrini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqləyiblər. Bir qrup zərər çəkmiş isə torpaqlarımız vaxtilə işğal olunanda əsir və girov götürülərək Ermənistana aparılıb, orada dəhşətli işgəncələrə məruz qalan insanlardır. Məhkəmə prosesində həmçinin müdafiə tərəfinin təqdim etdiyi vəsadətlər təmin olunur. Həmin vəsadətlərdə isə əlavə sübutların tədqiq olunması xahiş olunur. Qeyd edək ki, ötən iclaslarda müdafiə tərəfi təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək əlavə sübutlar təqdim etmişdilər. Məhkəmədə tədqiq olunması ilə bağlı məhkəmə həmin vəsadətləri təmin etmişdi. Həmin sübutların bir hissəsi ötən iclaslarda tədqiq olunub, bir hissəsi isə növbəti iclaslarda tədqiq olunur. Həmin sübutlar müxtəlif arayışlardır, sənədlərdir, video materiallardır, foto materiallardır. Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilir. Bundan əvvəlki iclaslarda da böyük bir qrup zərər çəkmiş ifadə verib. Onlar ifadələrində Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibəni və işğalçılıq siyasətini bir daha təsdiqləyərək hansı şəraitdə nə zaman zərər çəkdikləri barədə məhkəmədə ifadələrində bildiriblər. Ümumiyyətlə, onu da qeyd edək ki, bu cinayət işi üzrə 531 mindən çox zərər çəkmiş tanınıb. Məhkəmə prosesi açıq keçirilir və biz ASTV komandası olaraq ilk gündən prosesi izləyirik və bu barədə mütəmadi olaraq tamaşaçılara geniş məlumatlara çatdırırıq. Bugünkü iclasla da bağlı bizim xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız olacaq ki, orada bütün məlumatlar əksini tapacaq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.